Bir günləri iki dənə mələk yeryüzünə enirlər. Biri yaşlı insan şəklində, biri isə cavan dəliqanlı şəklində və şəhəri gəzməyə başlayırlar. Axşam olduqda bunlar bir villanın qarşısında dayanıb qapını döyürlər və Tanrı misafiri qəbul edərsiniz deyə müraciət edirlər. Ev sahibləri qapını açar və bunları içəri dəvət edir. Lakin bunlar heç bunlara nə yemək təklif etməz, bunlarla söhbət etməzlər. Yatmaq vaxtı gələndə isə bunları soyuq bir otağa iki dənə cıncındır döşək ataraq burada siz yatacaqsınız deyə bunlara deyirlər. Bunlar məcbur qalıb onların göstərdiyi evdə, otaqda bunlar yatırlar. Yaşlı mələk evin divarında olan çatı görəndə əllərini həmin evin divarına, çatına çəkərək o divarı, çatın bərpa edir, əvvəlkindən də möhkəm hala gətirir. Bunu görən cavan dəliqanlı mələk yaşlı mələyə deyir ki, onlar bizə nə hörmət edib, onlar yaxşılıq haqq ediblər ki, sən onların evini təmir edirsən. Yaşlı mələk cavab verər ki, hər bir işdə xeyir var deyərək bunu sakitləşdirir. Nəhayət, sabahı günü bunlar yenə şəhəri gəzib, axşam olduqda kasıb bir komanın qarşısında dayanıb, qapını döyürlər ki, ey ev sahibləri, Allah qonağı qəbul edərsiniz, bu evdə də qarı qoca kasıb yaşayırdılar. Bunların yalnız bir inəkləri var idi. Bu inəyin südün sağıb satırdılar və onunla günlərini keçirdirdilər. Və bunlar qapını açıb bu qonaqları içəri dəvət edirlər. Və öz süfrələrinə yemək üçün dəvət edirlər. Allahdan verəndən birlikdə yeyib içirlər. Yatmaq vaxtı gələndə isə evin qadını öz otaqlarını hazırlayıb, gəlib bunlara deyir ki, siz uzaq yoldan gəlmişsiniz, yorğunsuz. Ona görə öz yatağımızı sizin üçün hazırladım. Siz gedin orada yatın, dincəlin. Biz isə burada divanda öz gecəmizi keçirərik. Bəli, bunlar gəlib burada rahat, bunların yerində yatıb dincəlirlər. Səhər açılanda görürlər ki, həyətdə bu yaşlı ər-arvadın göz yaşları içərisində ağlayırlar. Bunların ümidləri olan bircə inəkləri həyətdə ölmüş vəziyyətdə görən cavan mələk bu yaşlı mələyə əsəbləşib deyər ki, sən nə biçim mələksən? Bunlar kasıb, mehriban insanlar olduğu halda sən necə izin verdin ki, onların gözü dikdiyi inək ölsün? Keçən axşam bizim qaldığımız
malikanədə hər şey olduğu halda onlar bizə heç nə təklif eləmədilər, heç bir yaxşılıq eləmədilər. Sən onların evini təmir elədin. Bunlar nəyi var, əllərində olanları bizlə bölüşdülər. Öz yataq otaqların biz dincəlmək üçün bizə verdilər. Sən necə izin verə bildin ki, onların inəyi ölsün? Və əsəbi halda qışqırmağa başladı. Yaşlı mələk sakitcə cavab verdi ki, hər şeydə bir xeyir var. Gör, necə xeyir var ki, sən o inəyin ölməsinə izin verdin. Deyir ki, o günkü gecə qaldığımız evdə divarda keçmişdən qalma bir xəzinə var idi. O insanlar varlı insanlar idi. Amma heç kəsə xeyir verməz, paylaşmağı sevmirlər. Ona görə mən istəmədim ki, həmin sərvət onlara qismət olsun. Çünki onlar onu haqq etməmişlər. Ona görə mən əlimi divara çəkib, divarı bərkitdim ki, o xəzinə onlara qismət olmasın. Amma bu axşam biz yatdıqdan sonra ölüm mələyi gəldi. O evin sahibəsi olan qadının canını almaq üçün. Mən onunla danışığa girib, həmin inəyi onunla əvəz elədim ki, inəyin canını alsın, evin sahibəsi olan qadına dəyməsin. Ona görə hər bir şeydə bir xeyir var. Kim ki, səbr edib, təmkinlik göstərirsə, müəyyən müddətdən sonra həmin xeyrin o nəyə görə olduğunu görəcək və başa düşəcək ki, o baş vermiş hadisə nəyə görə baş verib. Ona görə hər şeydə təmkinli olub, səbr göstərmək lazımdır. Hər bir hadisənin baş verməsində bir xeyir var. Ona görə Allah Teala bizə xeyirli hadisələr qismət eləsin. Diqqətinizə görə çox sağ olun.